İlham Əliyev səhər tezdəndən işə gedir. Videoya baxırsınız, aşağıda görürsünüz. 53 dənə maşın onu mühafizə edir. Mən sadəcə olaraq İlham Əliyevə buradan səslənmək istəyirəm. İlham Əliyev, sən xalqdan niyə qorxursan? Hə? Zaten xalq qorxaqdır. Xalq sakit dayanıb, 90% sakit dayanıb. 53 dənə maşın səni mühafizə edərək işəmi yola salır. Məncə bu axşamlar Mehribanla yatanda da bu 53 dənə mühafizəçi buna köməklik göstərir. Çünki bu tək tənha heç bir şey əlinə götürən bir iş gəlmir. Mütləqdir ki, bunu mühafizə ilə. Qorxaq olma, kişisən, sən. Danışanda dəmir yumruq deyirsən. Dəmir yumruğun 53 dənə mühafizədən ibarətdirmi? Hə İlham Əliyev? Ay qorxaq, ay şərəfsiz, ay xalqın haqqını yeyən naxəlif oğraş, ay satqın, vətən xaini. Bax, əsl vətən xaini sənsən. Qorxaqsan sən, xalqdan qorxursan.